Hər vaxtınız xeyirli olsun. Əziz dostlar, qədim İbrani Azərbaycan dillərində oxşar sözlər lüğətinin hazırlanması kursuna xoş gəlmisiniz. Bugün biz 12-ci dərsdəyik və bugünkü dərsimizin mövzusu qədim İbrani dilində şaxən və Azərbaycan dilində sakin sözlərinə həsr olunub. Şaxən, sakin. Səsləməsində oxşarlığı əminəm ki, görürsünüz. Mənasına görə də çox oxşar sözlərdir. Bizim lüğətimizdə bu ikinci kateqoriyaya aid olan sözlər olacaq. Yəni, əsas mənası başqa bir söz olması ilə yanaşı, mənalarından biri məhz sakin olan qədim İbrani dilində şaxən sözü. Əsas mənası isə əhd ətiqdə 20 dəfə istifadə olunmuş bu sözün əsas mənası və çox vaxt təqdim olunan tərcüməsi qonşu sözüdür. Şaxən qonşu deməkdir. Bəzi hallarda əhd ətiqdə şaxən sakin kimi də tərcümə olunub və mənasını da indi daha yaxından eşidib başa düşəcəksiniz. Strong lüğətində bu söz 7934 rəqəmi altında gedir. Sözün tərkibində 3 samitimiz var. Şin hərfi, daha sonra kaf hərfi və sonuncu nun hərfidir. Deməli, şin hərfində sağ tərəfdən yuxarıda nöqtəni görürsünüz. Həmin o yuxarıda sağ tərəfdən nöqtə şin hərfini ş səsinə gətirir. Əgər həmin o nöqtə sol tərəfdən, son küncdən olsaydı, o zaman şin hərfi s kimi səslənəcəkdi. Kaf hərfdə isə kaf hərfinin ortasında daqeş, yəni nöqtə olsaydı, k səsini verəcəkdi. İndiki halda daqeş nöqtəsi olmayan halda kaf hərfi x kimi səs verir. Nəticədə şaxən sözü kimi bu söz səslənir. Şaxən birinci mənası qonşu, mənalarından biri isə lüğətimizin məhz bu sözü sakin sözüdür. İndi isə gəlin əhd ətiqdə şaxən sözünün istifadə olunduğu bir yerə baxaq. Bu da Yeşaya Peyğəmbərin kitabı 33-cü fəsil 24-cü bənddir. Gəlin birlikdə İbrani dilində bu bəndin səslənməsinə qulaq asaq. וَلْيَمَرْ شَخَن حَلِيتِي העם היושב בה נשוא עוון. Yəqin ki, sarı rəngə alınmış sözləri həm İbrani dilində, həm də Azərbaycan dilində görürsünüz. Gəlin Yeşaya Peyğəmbərin kitabı 33:24-ü Azərbaycan dilində indi oxuyaq. Heç bir Sion sakini xəstəyəm deməyəcək. Orada yaşayan xalqın günahları bağışlanacaq. Burada orijinalda şaxən sözü Azərbaycan dilinə məhz sakin kimi tərcümə olunub və dediyim kimi sakin sözü şaxən sözünün mənalarından biridir. Digər mənaları ola bilər məskunlaşmış və ya rezident və ya yanında yaşayan şəxs və başlıca mənası isə artıq dediyimiz kimi qonşu deməkdir. Gəlin İbrani dilində bir daha bu bəndin səslənməsinə qulaq asaq. وَلْيَمَرْ شَخَن حَلِيتِي העם היושב בה نشوع عوون. Və bu bənd xüsusi bənddir, çünki məhz sakin kimi şaxən sözü burada təqdim olunub və bu da bizim lüğətimizin ərsəyə gəlməsi üçün, yəni lüğətimizdə bu sözün ərsəyə gəlməsi üçün səbəblərdən biridir. Şaxən və sakin. İstərdik indi bu sözlərə 3 dilin kombinasiyasında baxaq. İbranicə, ərəbcə və Azərbaycanca. Əvvəla bir daha qeyd edək ki, şaxən sözü Azərbaycan dilində sakin kimi
təqdim olunması üçün sakin sözü məhz ərəb dilindən, ərəb mənşəli söz olaraq götürülüb və ərəb dilində hələ eyni köklü, eyni mənalı sakin sözüdür və ərəb dilində sakin və qədim İbrani dilində şaxen sözləri eyni semitik kökə aiddirlər və ilkin olaraq dayanmaq, yerləşmək və məskunlaşmaq mənasını daşıyır. Bu kökdən həm fiziki məkan, yəni məskən, yaşayış yeri, həm də daxili hal, yəni sakitlik, aramlıq anlayışları yaranmışdır. Semitik dünya görüşündə sakitlik boşluq deyil, öz yerində olmaq, aid olduğu məkanda yerləşmək deməkdir. Buna görə sakin həm də yaşayan şəxs, həm də sakit, aram insan mənalarını eyni məntiq çərçivəsində birləşdirir. Deməli, şaxen, sakin. Onu da qeyd etmək istəyərdim ki, mən keçən dərsdə söz vermişdim və sözümün də üstündə duracağım, amma bu dərsdə yox, ki, müqəddəs, mərhəmət, məhəbbət, yəni sözün önündə mü və ya mə hissələri olan sözləri araşdıracağıq. Amma eləcə də bugün bu dərsdə yəni daha bir söz, məsəl üçün məskən, həmin o s-k-n, sakin sözünün kökü olan və mə söz önü kimi görünən hissəcik əlavə olunmaqla yeni bir sözü verir. Yəni, sakin sözündən məskən sözü əmələ gəlir və ya digər növlü sözlər var ki, bunlar da ərəb mənşəli sözlərdir. Harda sözün kökünün önündə tə deməli, hissəciyi var. Misal üçün, hələ sakin sözünü götürsək, tə hissəciyi onun önündə duranda olur təskin və ya təskinlik. Digər sözlərə baxsaq, harda ki, tə hissəciyi öncəsində durur, sözün kökündə, məsəl üçün, təsəlli və ya təslim və ya təkəbbür və bu kimi sözlər yenə də bunlar ərəb mənşəli sözlərdir və bu hissəciyə nəzər yetirərək onun kökünü görüb və kökünün mənasını başa düşərək nəticədə o sözü biraz araşdıra bilirik və daha aydın şəkildə o sözün verdiyi mənzərəni görə bilirik. Misal üçün, təskin və ya təskinlik sözünü götürsək, bugünkü lüğət sözümüzdəki şaxen, sakin sözünə baxırıq və sakin sözünü başa düşürük ki, məskunlaşma mənası olan bir sözdür. Hətta o qonşu deyəndə qonşu kimdir? Sənin yanında yaşayan bir şəxsdir. Misal üçün, Əhd-i Cədiddə İsa Məsih haqqında belə deyilir ki, kəlam bəşər oldu və aramızda məskən saldı. Yəni, o bizim kimi bir sakin oldu, yaşadığımız yer kürəsinin sakini oldu və təskinlik sözündə də o kəs sənə təskinlik verə bilər. O kəs ki, sənin yanında olub, sənin vəziyyətində yaşayıb, sənin çəkdiyin ağrılarda məskunlaşıb, yəni bu acının nə olduğunu bilir, bunu yaşamış bir şəxs sənə təskinlik verə bilər. Yəni sənə o rahatlığı, o aramlığı, o içi boş olmayan sükutu, rahatlığı gətirə bilər. Çünki o sənin acılarına tanışdır. Bu da bizim bugünkü sözümüz idi. Şaxen, sakin sözü. O mü hissəciyi və mə hissəciyi ki, söz önündə durur və ya indi bugün dediyimiz tə hissəciyi ki, söz önündə durur, onları dərslərin birində araşdıracağıq və çox gözəl mənzərələr gözümüzün qabağında inanıram canlanacaq. Bu isə gələn dərsdə olacaq. İndi isə diqqətinizə görə çox sağ olun. Tanrı sizə bol xeyir dua versin. Gələn dərsdə görüşənədək. Sağ olun dostlar.